Binəqədi qəsəbəsində 170-133 nömrəli marşrutun tam dayanacağından 30 metr aralıqda asfalt məhəllədə, super bir məhəllədə 3 otaqlı həyət evimiz çıxıb satışa. Evimizi də ətraflı çək, evimiz deməli 3 sotun içində yerləşir. Deməli, həyət hissəsində evin görünüşü budur, 3 otağın. Evin həyət hissəsində bir dənə bir otağımız, yuxarıda da bir dənə 2 otağımız. Addenli, yəni hər biri çıxışı ayrı olan kirayə verilir. Bir otaqdan deməli 200 manat, yuxarıdakı 2 otaqdan da 150 manat əlavə gəliri var hər aylıq. Sanitar qovşağını da bir də etsək, tam addenli sanitar qovşağı da var. Çıxışı da, 2 otağın da çıxışı da yuxarı hissədən deyib pilləkənlə. Evdə hal-hazırda yaşayış olduğu üçün onu təqdimat eləmirik. İndi gəlin evimizdən tanış olaraq, evimiz 6 daş kürsünün üzərindədir. Qoşa baş. Əlavə həyətində su sənimiz də var. Tam düz yol qırağında verir. Belə bir dənə evimizin dəhlizi var, səliqəli şəkildə. Girişdə solda belə bir dənə qonaq otağımız var, pəncərəsi öz həyət hissəsinə baxır. İstiri sistemi də kombi sistemidir. Kombilə bir də ətrafı çək, götür. Bəlkə sonra sanitar qovşağını da çək. Bir yerde belə bir yataq otağımız var. Hər bir pəncərədə rişotka ilə örtülü. Bir yerde belə bir ikinci yataq otağımız var. İkinci yataq otağımızdan da deməli əlavə həyət hissəsinə də keçməyi mümkündür. İndi rişotka bağlıdır. Bir də ona da ətrafını götür. Yəni də belə bir mətbəx otağımız var. Mani mətbəx otağımız var. Evimiz Binəqədi rayonu, Binəqədi qəsəbəsində 133-170 nömrəli marşrutun dayanacağından 30 metr aralıqda yerləşir. Deməli, 3 otaqlı evimiz şəxsi evdir. Belə satılır. Həyətində də bir otaq ayrı, 2 otaqda üst hissəsində kirayə addenli 350 manat əlavə gəliri var. Evimizin hal-hazırdakı qiyməti 140 min manata deyilir. Real alıcıya da qəşəng bir dənə endirim olacaq. Bu evlə maraqlananlar bizdən əlaqə saxlaya bilər. Sağ olun, salamat qalın. Dəyişik kimi